Moskvada ali təhsil ocaqları üçün Qarabağ problemlərindən bəhs edən kitab təqdim olundu. Ümumdünya Azərbaycan Konqresinin mərkəzi ofisində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti, ASAİF-in baş sədri Nəcibə Mustafayevanın Beynəlxalq Hüquqi Prinsiplər və Dağlıq Qarabağ Problemi adlı kitabının təqdimatı keçirildi. Ali təhsil ocaqları üçün nəzərdə tutulmuş kitabın təqdimatı Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 21 illiyinə həsr olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirdi ki, Nəcibə Mustafayevanın gördüyü iş vacibdir və Rusiya oxucularına həqiqətin çatdırılması çox mühüm məsələdir. Azərbaycan Konqresi qəzetinin baş redaktoru Rüstəm Arifcanov da Nəcibə Mustafayevanın əməyini yüksək qiymətləndirərək bildirdi ki, təəssüf ki, dünya ictimaiyyəti oxşar ərazi iddialı problemlərə müxtəlif yanaşır və bunun özü də beynəlxalq normaların pozuntusu deməkdir. Kitabın müəllifi Nəcibə Mustafayeva kitaba verilən obyektiv qiymətə görə hamıya öz minnətdarlığını bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başladığı gündən Ermənistan rəsmi dairələri tərəfindən, ümumiyyətlə Ermənistan ictimaiyyəti tərəfindən həmin münaqişənin tarixi və hüquqi aspektləri dəfələrlə falsifikasiyaya məruz qalıb. Məhz bu nəzərə alaraq həmin kitabda tarixi və hüquqi aspektlərə daha çox diqqət yetirilib və kitabda beynəlxalq hüququn ümumi tanınmış norma və prinsipləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi tam olaraq təhlil olunub. İqbal Rüstəmov, Şahin Cəfərov, İntiraz, Moskva.